Daha sonra qonaqlara konsert proqramı təqdim edilib. Konsertdə Qavaldaş Nağara Ritm qrupu, Cücələrin mahnı və rəqs ansamblı, Bakı Xoreografiya Akademiyasının, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında Azərbaycan muğam sənətinin nadir nümunələri səsləndirilib. Milli musiqimizin zənginliyi və bədii estetik dəyərləri nümayiş etdirilib. Bildiyiniz kimi Mərakeşin şahzadəsi xanım Ülya Həzrət Lalla Hastanın Azərbaycana rəsmi səfəri çərçivəsində Beynəlxalq Muğam Mərkəzində konsert proqramı baş tutdu. Konsert proqramı çərçivəsində bizim gənc, xüsusilə uşaq ifaçılarının, muğam ifaçılarının, rəqs ifaçılarının, saz ifaçılarının çox gözəl bir konserti bugün baş tutdu və düşünürəm ki, Azərbaycan mədəniyyətinin hər bir sahəsini təbii ki, uşaqların simasında biz onlara göstərə bildik və çox sevindirici bir haldır ki, Beynəlxalq Muğam Mərkəzində belə bir mühüm bir əhəmiyyətli tədbirin, mühüm bir əhəmiyyətli bir qonağın gəlməsi və onun qarşısında Azərbaycanın muğamının, Azərbaycanın saz havalarının, xüsusilə Azərbaycan xalq rəqslərinin səslənməsi çox təqdirə layiqdir.